Deməli, bayaq dedim, indi bu dəfə Kitayda olanda özümdən çox velosipedə bazarlıq eləmişəm də və çox ucuz qiymətə almışam bunları. Yəni Bakıdakı qiymətlərlə müqayisə edəndə çox ucuz almışam. Hətta 3 dəfəyə qədər ucuz. Desəm yalan olmaz. Bu misal üçün Kitayın firma malıdır, Rock Bros. Rock Bros'un qıfılıdır. Üstü çox yumşaq materialdır, özü balacadır. Kodundan 4 rəqəmli kod. Prosun şeydir, içində 4 dənə korddur. Yəni kəsməyə, doğramaq qeyri-mümkündür. Uzun vaxt tələb eləyir. Testdən də keçib videosuna baxmışam. Bunu kəsib doğramaq olmur. Bu həm də çəkisi yüngüldür, həm də velosipedi cızmır, velosipedi bağlayanda. Atdın sumkaya, getdin arası, bağladın, çıxdın, gəldin. Bu da ikinci bir qıfıldır. Bunun mahiyyəti nədir? Bu açarlandır. Amma bunun xoş tərəfi nədir? Bu hissə patisenin altındakı turbaya bərkidilir və bu bunun üstünə taxılır. Yəni bunu sumkaya qoymaya ehtiyac yoxdur. Harasa gedəndə taxtın arxasına getdin. Yəni sumkaya və s. əldə gəzdirməyə buna ehtiyac yoxdur. Bu da Rock Bros'undur, bu da firma malıdır, bu da çox keyfiyyətlidir. Bu Rock Bros'un balaklavasıdır. Qış vaxtı velosiped sürəndə kaska taxsan ya da kaska taxmasan fərqi yoxdur. Taxmaq təbii ki məsləhətdir. Üzü soyuq vurmamaq üçün başa geyinilən bir şeydir. Ninja maskasına oxşuyur. Bu rotorlardır. Tektron rotorlardır. Əfsuslar olsun ki, Tektron məhsulları Azərbaycanda olmur. Çünki Tayvan, Tayland istehsalıdır. Ona görə çətin tapılır. Azərbaycan əslində Shimano'dur. Amma məndə o uzun müddətdə paslanmışdı. Həm də üstünə yağ və s. şampun dağılanda bunun bu getmir. Ömür boyu qalır bunun üstündə. Xüsusi məhlul var, o da bahadır bunu silmək üçün ki, o şey eləməsin. Bunun da üstündə nəsə maye qalanda velosiped fil səsi verir. Fil xortumunun çıxartdığı səsi verir. Bunu da buradan almışam. 2 dənə. Bu karbon materialdır. Şeyi uzatmağa. Adı nədir? Velosipedin ruçkasını uzatmağa. Əlavə bir extensiondur. Üstünə nəsə taxmaq üçün. Fanar taxa bilərsən. Kamera tutacaq, telefon tutacağı taxa bilərsən. Siqnal və s. Çox yüngül bir materialdır karbon. Azərbaycanda da karbonun bu boydası çox bahadır. Amma Kitayda özləri istehsal edir deyən qiyməti olduqca münasibdir. Belə. Bu mənim çoxdan axtardığım pedallardan biridir. Alüminium alloy, titan, alışımı, karbon qarışığı bir pedaldır. 86-85-86 qramdır. Cütünü Bakıda 70 manata satırlar. Mən buradan almışam 23 manat nəticə qəpiyə. Bu da çox əla bir bazarlıq olub. Bu məşhur M30'dur. Hansı ki Amazondan sifariş edəndə 55 manata gəlir. Amma Çindən eyni keyfiyyətdə, eyni qutusuna kimi eyni 32-33 manat pul vermişəm. Bu çox istifadəyə yararlı bir şeydir. Bu Çinin firma malıdır. Həyətdə kombiyə baxanda, axşam iş görəndə, kimsə maşını varsa maşınla iş görəndə başa taxırsınız 600 lümenə qədər işıq saça bilir. Çox yaxşıdır. Zərbəyə, suya, yağışlı hava və s. küləyə davamlıdır. Çox yaxşıdır. Bunu da çox ucuz qiymətə almışam. Bu Rock Bros'un velosiped nədir o? İdarə etmə sükanının kənarlarına taxılır. Orada nəsə daşıyanda velosipedlə siz onun açın belə. Belə bir taxılır ucuna. Nəsə setka falan sallayanda düşməsin deyə. Çünki velosipedin o məndə düz ruldur. Baş hissəsi boşluqdur. Bora taxılır, propkası da var. Bu da Rock Bros'un çox keyfiyyətli məhsuldur. Çox keyfiyyətlidir. Elə ümumiyyətlə vidindən hiss olunur. Bunu da almışam nə vaxt ehtiyac olanda. Həm də əlin qolun yorulanda, düz tutanda. Bunu belə də tutmaq olur. Elə bir əlavə buynuzdur da, bildin necə? Bu da çox ucuz qiymətə almışam Kitaydan. Ondan burada görsənlər hər şeyi ucuz qiymətə almışam. İndi başlayaq nədən? Bu Yaponiyanın pırqılkasıdır.
çox məşhur firmadır Mizuno. Kitayda çox məşhurdur. İdman dükanından görmüşdüm. Saytdan zakaz elədim. Bu məşhur telefon tutacağıdır. Neçə vaxtı axtarırdım bunu. Hansı ki bu roda birləşdirilə bilir. Amma ən əsası patlıcanlı ştır var qabaqda. Ora birləşir və yer tutmur. Və çox moşlu bir şeydir. Kütüt almışam ki birdən nəyəsə hansı xarab olar. Ona görə keyfiyyətli maldan həmişə 2 dənə almaq lazımdır. Bunu mən dayım oğluna almışam. O istəmişdi. Dayım oğlu istəmişdi. Onları almışam. Bu Xiaomi'nin batareyalardır. Həmişə olduğu kimi. Gələndə alıram bir nə qədər. Bu Muji dükanından olan mono stereo 2 dənə almaq məsləhətdir. Mono stereo kolonkalarda belə balaca olmağına baxmayaraq çox yaxşı zaryadka saxlayır. Çox da yaxşı səs keyfiyyəti var. Bu da qalın batareyalardır Xiaomi dükanından. Bu batareyaları burada dükandan almışdım. Lazım idi. Birini vermişəm başqasına. Qalıb 3 dənəsi. Bu velosiped bir dəfə velosipeddən yıxılmışdım. Bu çıqaların ucuna taxılır. Görürsüz burada yazılar var normal. Məndə plasması ilə amma bunlar çox yaxşıdır. Buna dözümlüdür. Sürtünəndə eləyəndə icazə vermir turban qıraqları nəsə olsun. Bundan da 2 tut almışam hər ehtimala. Ən maraqlı tapdığım bazarlıq olub bu. Bu Rock Pro'sundur. Arxa işıq. Və çox güclü işıq verir də. Çox güclü, həddən artıq. Ən gözəl özəlliyi nədir? Maqnitləndir. Bu taxılır velosiped uçkasının arxa hissəsinə, passagerin işlinin altındakı turbaya və belə bərkidilir rezin tutacaqlarla və oturulur bunun üstünə. Bu qaydada. İndi eləyə bilmirəm, göstərə bilmirəm. Bu qaydada. Yəni kimsə oğurlamasın deyə, kimsə götürməsin deyə velosipedi parkinq eləyəndə açdın bunu, çıxartdın, qoydun sumkava və getdin. Bu da çox maraqlı bazarlıq olub. Bakıda tapmaq belə şey çox çətindir. Bu 1500 lümenlik Rock Pro'sun fanarıdır. Çox güclü işıq verir. Yəni dəhşətli dərəcədə. Yəni bunun təsəvvür belə eləmək olmur da bundan velosiped sürməyi. Bunu da çox yaxşı qiymət almışam. Bakıda çox bahadır. Sonra bu isə Meridian pedallarıdır. Bunu bir nəfər məndən istəmişdi. Sonra fikrini dəyişdi. Aldım qaldı məndə. 1-200 qram, 180 qramdır. Nə vaxtsa ehtiyac olmasa sata bilərəm. Mənim pedallarıma oxşar, amma ağır pedallardır. Və bu pedalı buna üstün tutaram. Belə. Yəni Çindən alınan mallar silsiləsindən bu qədər. Bu da Xiaomi'nin tripodudur. 1,70 m-dır. İstənilən hava şəraitində istifadə oluna bilir. Çox yaxşı bir şeydir. Belə.